Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər, müəllim olmaq istəyənlər və abituriyentlər. Mən İsmail İbrahimov. Bu videoda sizə 7 iyul 2024-cü il tarixində 2-ci qrup üzrə keçirilmiş qəbul imtahanında düşən coğrafiya suallarını izah edəcəm. Başlayaq 31-ci sualdan. Tropik iqlim qurşağında sahildən keçən okean cərəyanı A və B məntəqələrində buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin azalmasına səbəb olur. Sxemdə göstərilən AC və BD istiqamətində əsən küləklər ərazilərin təbii şəraitinə necə təsir edir? Əvvəlcə görək, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin azalmasına səbəb olan cərəyanlar hansılardır? Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq quraq ərazilərdə çox olur. Yəni, bu ərazilərdə buxarlanma qabiliyyəti yüksək olur, rütubət olmadığı üçün buxarlanma az olur. Nəticədə qabiliyyət çox, buxarlanma az və fərq böyük olur. Amma rütubətli ərazilərdə buxarlanma qabiliyyəti də yüksəkdir, buxarlanma da yüksəkdir. O zaman fərq az olur. Deməli, buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin azalması sözü varsa, deməli, bu ərazi rütubətli bir ərazidir. Və cərəyan həmin ərazidə bu fərqin azalmasına səbəb olur. Yəni, rütubətlilik yaradır. Bəs hansı cərəyanlardır ki, ərazidə rütubətlilik yaradır? Təbii ki, isti cərəyanlar. Deməli, ərazidən keçən cərəyan hansı cərəyandır? İsti cərəyandır. Bir, bu isti cərəyan AC və BD istiqamətində, yəni həmin bu cərəyandan gələn küləklər AD, BD istiqamətində ərazilərin təbii şəraitinə necə təsir edəcək? Təbii ki, rütubətlilik yaradacaq. Baxaq. 1. Səhraların formalaşmasına səbəb olar, səhvdir. Yağıntıların miqdarını artırar, bəli, doğrudur. 2-ni götürəcəyik. İsti və quru hava şəraitini formalaşdırar, səhvdir. Sıx çay şəbəkəsinin yaranmasına səbəb olar, bəli, doğrudur. Meşə landşaftının formalaşmasına səbəb olar, doğrudur. Deməli, sualda doğru cavab 2, 4, 5 B variantı. 32. Azərbaycan Respublikasının əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhali artımının əsas hissəsi mexaniki artımın payına düşür, xeyr, səhvdir. Ölkəmizdə əhali artımının əsas hissəsi təbii artımın payına düşür. Kənd əhalisinin sayı təbii və mexaniki artım hesabına artır, səhvdir. Ölkəmizdə kənd əhalisinin sayı əsasən təbii artım hesabına artır. Yəni, mexaniki artım hesabına deyil. Orta sıxlığı dünya əhalisinin orta sıxlığından yüksəkdir, bəli. Ölkəmizdə əhalinin orta sıxlığı dünyanın orta göstəricisindən yüksəkdir. 3 doğrudur. Urbanizasiya səviyyəsi 50%-dən çoxdur, bəli. Doğru ifadədir. Böyük Qafqaz təbii coğrafi vilayətinin əhalinin milli tərkibi yekcinsdir, xeyr, qarışıqdır. Əhalinin əsas hissəsi 500 metrə qədər mütləq hündürlükdə yaşayır, doğrudur. Deməli, sualda doğru cavab 3, 4, 6 A variantı. Keçək digər sualımıza. 33. Yağıntılar il boyu qeyri-bərabər paylanır. Zəngin aqroiqlim ehtiyatlarına malikdir. Mövsümdən asılı olaraq həm alçaq, həm də yüksək təzyiq hakim olur. Verilən xüsusiyyətlərin aid olduğu məntəqələri müəyyən edin. Yağıntılar il boyu qeyri-bərabər paylanır. Deyir ki, ərazi zəngin aqroiqlim ehtiyatlarına malikdir. Və 3-cü ifadədə deyir, mövsümdən asılı olaraq həm alçaq, həm də yüksək təzyiq hakim olur. Yəni, ilin müəyyən vaxtında əsas yüksək təzyiq sahəsində olan hava kütlələri təsir edir, yüksək təzyiq hakim olur. Müəyyən vaxtında alçaq təzyiq sahəsinə malik olan ərazilərdən hava kütlələri daxil olur, nəticədə alçaq təzyiq yaranır. Yəni, bu ərazi keçid bir zonadır, keçid iqlim qurşağında olan zonadır. Məsələn, subtropik. Yayını tropikdən alır, yayda yüksək təzyiq hakim olur, qışını mülayimdən alır, qışda mülayim də alçaq təzyiqdir. Yəni, keçid zonaları götürürük. Burada keçid zonalara baxırıq ki, deməli, 2 əsas zonadır, 4 əsas zonadır. Yerdə qaldı 1, 3, 5 və 6. 5-i siləcəyik. Nə üçün? Çünki zəngin aqroiqlim ehtiyatlarına malikdir. Bilirik ki, 5 Sibir ərazisindən düşür. Orada da aqroiqlim ehtiyatları zəngin deyil.
Deməli, subekvatorial qurşaqda yerləşən məntəqələr 1, 3 və 6 olacaq. Deməli, doğru cavabımız D variantı. Digər suala baxaq. Doğru sıraları müəyyən edin. Deməli, çaylar verilib, mənbəyinin yerləşdiyi inzibati rayonlar verilib, mənsəbinin yerləşdiyi rayonlar verilib, bir də qidalanma mənbəyi. Tərtərçay Kəlbəcərdən başlayır, doğrudur. Bərdədə Kürçayına tökülür. Qidasının əsas yeri yeraltı sular təşkil edir. Birinci sıra doğrudur. Naxçıvan çay Şahbuz rayonundan başlayır, doğrudur. Culfada yox, deməli Babək rayonu ərazisində Araza tökülür. Qidasında qar və buzlaq sular üstünlük təşkil edir, amma tamamlamır. Türyançay Qəbələdə başlayıb Ağdaşda bitir. Qidada da yeraltı sular doğrudur. Biləkçay Yardımlıda başlayır, amma Masallıdan tökülür. Qidasında yeraltı sular deyil, deməli yağış sulardır əsas yer. Qusarçay Qusar rayonu arasından başlayır. Xaçmaz rayonunda Xəzərə tökülür. Qidada da qar və buzlaqların ərinti suları üstünlük təşkil edir. Doğru cavabımız 1, 3, 5 Y variantı. 35'e baxırıq. İqlim diaqramlarının aid olduğu iqlim qurşaqlarında yerləşən məntəqələri müvafiq olaraq müəyyən edin. Deməli, bu iqlim diaqramına baxaq. İyul ayında havanın orta temperaturu təqribən 28 dərəcədir. Yanvar ayında havanın orta temperaturu 21-22 dərəcə arasında. Yağıntının da əsas hissəsi yay aylarında düşür. Bu subekvatorialdır. Subekvatorial. Özdə şimal subekvatorialdır. Çünki iyulu yanvardan çoxdur. 2'ye baxırıq. İyulun orta temperaturu təqribən 25-26 dərəcə. Yanvar ayının orta temperaturu təqribən 6-7 dərəcə. Yağıntıların da əsas hissəsi ilin soyuq dövründə düşür. Bu Aralıq dənizi iqlim tipinin diaqramıdır. Aralıq dənizi. Digərinə baxaq. Bu isə baxan kimi bilinir tropik səhradır. Tropik səhra. İndi birinci oldu şimal subekvatorial. Birinciyə şimal subekvatoriala uyğun gələcək D. Buradan qeyd edək. Birinci oldu D. İkinci olmuşdu Aralıq dənizi. Şimal yarımkürəsinin Aralıq dənizi. Burada uyğun gələcək C. Üçüncü isə tropik səhradır. Burada uyğun gələcək Y. D, C, Y. Doğru cavabımız D variantı. 36. Xəritə sxemində verilmiş regiona xas xüsusiyyətləri müəyyən edin. Söhbət Cənub-Şərqi Asiya regionundan gedir. 1. Son illərdə bütün ölkələri kənardan işçi qüvvəsi cəlb etməklə inkişaf edir. Bu səhv ifadədir. Özündə kifayət qədər işçi qüvvəsi var. ASEAN təşkilatına daxil olan ölkələr beynəlxalq əmək bölgüsündə getdikcə daha fəal çıxış edir. Doğrudur. 2 doğrudur. Bol yağıntılar, münbit torpaqlar əkinçinin inkişafına əlverişli imkan yaradır. Doğrudur. İxracatında pambıq, tütün, buğda səhvdir. Rütubətli ərazilərdə pambıq yetişmir. Qalay, wolfram, hidroenerji və meşə resursları ilə zəngindir. Doğrudur. Deməli, sualda doğru cavab 2, 3, 5 C variantı. Keçək 37-ci suala. Yay gündönümü gününü qış gündönümü günündən fərqləndirən xüsusiyyətləri müəyyən edin. Yay gündönümü 22 iyundur. Qış gündönümü isə 22 dekabrdır. Deyir ki, yay gündönümünü qış gündönümündən fərqləndirən xüsusiyyət. Yəni biz yay gündönümünə aid olan ifadələri seçəcəyik. Baxaq. Günəş Afrika materikində zenit vəziyyətində olur. Bu ifadəni götürməyəcək. Niyə? Çünki 22 iyunda Günəş Afrikanın şimal hissəsindən keçən şimal tropikində zenitdə olur. 22 dekabrda isə cənub hissəsindən keçən cənub tropikində zenitdə olur. Yəni istər yay gündönümündə, istər qış gündönümündə Günəş Afrika materikində zenitdə olur. Oxşar deyə götürmürük. Günorta vaxtı cənub tropik xətti üzərində yerləşən şaquli dirəyin kölgəsi özündən uzun olur. Kölgənin cismin özündən uzun olması üçün ona düşən bucaq 45 dərəcədən kiçik olmalıdır. 45 dərəcədən 90 dərəcəyə qədər olduqda, yəni 45-dən böyük 50, 60, 70 və s.
bucaqla düşərsə cismə, o zaman cismin kölgəsi öz boyundan qısa olacaq. 45 dərəcə bucaqla düşəndə öz boyuna bərabər olacaq. 45 dərəcədən kiçik bucaqla düşəndə, məsələn 40, 35, 20 və s. düşərsə, artıq cismin kölgəsi öz boyundan uzun olacaq. Burada da deyir ki, günorta vaxtı cənub tropik xətt üzərində yerləşən Şaquli dirəyin kölgəsi özündən uzun olur. Yəni, ifadəyə görə cismə günəş şüası 45 dərəcədən kiçik düşməlidir. Görək ödəyir, ödəmir. Yay günlərində günəş 23.5 şimalda zenitdə olur. O zaman cənub tropikinə nə qədər düşər? 23.5-ləri toplasaq eləyəcək 47 dərəcə. 90 dərəcədən də 47-ni çıxanda qalacaq 43 dərəcə. Və bu da kiçikdir 45 dərəcədən. Deməli, günəş Şaquli cisimlərə 43 dərəcə bucaqla düşdüyü vaxtı, günorta vaxtı, ona görə də cismin kölgəsi öz boyundan qismən kiçik olacaq. Daha doğrusu üzr istəyirəm, uzun olacaq. Deməli, ikinci ifadə doğrudur. 3. İslandiya adasında gündüzün uzunluğu İrlandiya adasına nisbətən daha çoxdur. Bəli, 22 iyun tarixində günəş şimal tropikində zenitdədir. Şimal qütb dairəsinə doğru getdikcə gündüzün uzunluğu artır. Amma bu 22 dekabrda belə deyil. Deməli, İslandiya adasında 22 iyun tarixində gündüzün uzunluğu İrlandiya adasına nisbətən daha çox olur. 3 doğrudur, götürəcək. Amma 22 dekabr tarixində İslandiya adasında gecənin uzunluğu deməli İrlandiyada gecənin uzunluğundan daha uzun olacaq. 22 iyunda gündüzün uzunluğu çox olacaq, 22 dekabrda isə gecənin uzunluğu. Ona görə fərqli xüsusiyyət. Ekvator üzərində günəş şüaları ən kiçik bucaq altında düşür. Günəş şimal tropikində olanda ekvatordan ən uzaq vəziyyətdə olur, bəli. Ən kiçik bucaq altına düşür. Bu 22 iyunda da belədir, 22 dekabrda da belədir. Yəni hər ikisinə aiddir, götürmürük. Şərqi Asiyada musson küləkləri qurudan dənizə əsir. Səhvdir. Şərqi Asiyada yay fəsli olur. Bu zaman musson küləkləri okeandan quruya əsməlidir. Günəş günorta vaxtı ekvatordan 0 dərəcə azimutda görünür, doğru ifadədir. 22 iyun tarixində günəş şimal tropikində zenitdə olduğuna görə 23.5 burada zenitdə olduğuna görə biz günorta vaxtı günəşi ekvatordan 0 dərəcə azimutda, yəni şimalda görürük. Amma 22 dekabrda günəş cənub tropikində zenitdə olanda ekvatordan 180 dərəcə azimutda yerləşir. Deməli, doğru cavabımız 2, 3, 6 A variantı. Sonra keçirik neçənci suala? 38-ci suala. Doğru sıraları müəyyən edin. Dağ silsilələri verilib, onların zirvələri və həmin silsilənin yerləşdiyi rayonlar verilib. Baş Qafqaz silsiləsinə Raqdan zirvəsi yerləşir və silsilə Zaqatala, Quba rayonlarının ərazisinə düşür, doğrudur. Biri götürəcəyik. Qarabağ dağları, Böyük Kirs, Şuşa, Xocavənd ərazisinə düşür. Bəli, Qarabağ silsiləsinin zirvəsidir, Böyük Kirs zirvəsi və bu da Şuşa və Xocavənd rayonlarının ərazisinə düşür. Yəni, silsilənin rayona düşməsinə diqqət edirik. Zirvənin yox, silsilənin. 3. Murovdağ silsiləsində Hinaldağ zirvəsi yerləşir, doğrudur. Daşkəsənə düşür, amma Samuğa düşmür. 3-ü götürmürük. Zəngəzurda Qapıcıq zirvəsi var. Şərur, Ordubad. Ordubadı götürərik, amma Şərura düşmür. Şahdağ silsiləsində Dəlidağ. Dəlidağ bilirik ki, Qarabağ vulkanik yaylasındadır. Heç baxmırıq. Yan silsilədə Şahdağ zirvəsi yerləşir. O da silsilə olaraq Quba və Qusar rayonlarının ərazisinə düşür. Deməli, 1, 2, 6 doğru cavabımız A variantı. 39. Müqəddəs Lavrenti, Yenisey və Niger çayları üçün ümumi xüsusiyyətlər. Mənsəblərinin yerləşdiyi okean Avrasiya materikinin sahillərini yuyur. Müqəddəs Lavrenti Şimali Amerikada yerləşən çaydır. Şərq istiqamətində axıb Atlantik okeanına tökülür. Yenisey çayı Avrasiyada yerləşir. Şimal Buzlu okeanına tökülür. Şimal Buzlu. Niger çayı Afrikada Atlantik okeanına tökülür. Deməli, deyir ki, mənsəblərinin yerləşdiyi okean, yəni Atlantik, Şimal Buzlu okeanları Avrasiyanın sahillərini yuyur, doğru ifadədir. Götürəcəyik. Mənbələri cavan dağlarda yerləşir, səhvdir. Heç birinə uyğun gəlmir. Federativ ölkənin arasından axırlar. Müqəddəs Lavrenti ABŞ-Kanada sərhədinə düşür, götürərik. Yenisey Rusiya, Nigerlə Nigeriya arasından keçir, bəli, üçü də federativdir. Deməli,
Üçüncü ifadəni götürəcək. Bol sulu çaylardır. Bəli, bol sulu çaylardır götürürük. Axın istiqamətləri eynidir, səhvdir. Müqəddəs Lavrenti şərqə, Yenisey şimala, Niger isə cənuba doğru axır. Həm şərqə, sonra da cənuba doğru axır. Sonra yerləşdiyi materikin ən uzun çayları da səhvdir. Deməli, 1, 3 və 4 doğru cavabımız C variantı. Keçirik 40-cı suala. Uyğunluğu müəyyən edin. Elmi texniki inqilabın səciyyəvi əlamətləri və tərkib hissələri verilib. Elmi texnikin səciyyəvi əlamətləri universallıq və əhatəlilikdir, sürətli inkişafıdır, dərinə inkişafıdır və istehsal prosesində insanın zehni əməyinin rolunun artmasıdır. Tərkib hissələri isə elm, texnika və texnologiya, istehsal və idarə etmədir. Baxaq, elmin dərinə inkişafı bu səciyyəvi əlamətidir. B, A-ya baxmadıq. İstehsal və idarə etmə etinin tərkib hissələridir. Sonra, etinin sürətlənməsi səciyyəvi əlamətdir. Texnika və texnologiya tərkib hissələridir. İstehsal prosesinin zehni əməyin əhəmiyyətinin artması səciyyəvi əlamətlərdir. Deməli, 1-ə oldu B, C, Y, 2 oldu A, D. B, C, Y. Doğru cavabımız C variantı. 41-ci suala baxırıq. Deməli, ölkələr verilib. Paragvay, Meksika, Kolumbiya. Ərazisi əsasən platformada yerləşir. Bu Paragvaydır. Sonra, NAFTA təşkilatına üzv ölkədir. Meksikadır. Bilir ki, ABŞ, Kanada və Meksika NAFTA-nın üzvüdür. Federativ inzibati ərazi quruluşuna malikdir. Təbii ki, Meksikadır. Sonra, La Plata ovalında yerləşən Paragvaydır. 3 yarımkürədə yerləşən isə Kolumbiyadır. Ekvator xətti kəsir deyə şimal-cənub və qərb yarımkürəsinə düşür. A, D, B, C və Y. Doğru cavabımız D variantı. 42. Venn diaqramına əsasən verilmiş xüsusiyyətlərin aid olduğu yarımadaları müəyyən edin. Bura aid olmayan bir ifadədir. PDF yəqin sonradan hazırlandığına görə başqa bir cümlə düşüb bura. Deməli, 1-ə B-ni verib. Bu sual əslində sadə bir Venn diaqramı sualdır. Sadəcə sualın qoyuluş forması dəyişilib. Deməli, biz əvvəllər necə edirdik? Burada verilən ərazilərə uyğunlaşdırıb bu B, A, Y, C, D-ni özümüz təyin edirdik. İndi ifadələri yerini verib, uyğunlaşdırıb sadəcə ərazilərə uyğun gələn ifadələri müəyyən edəcəyik. Yəni, görək birinciyə hansı yarımada uyğun gələcək, ikinciyə hansı yarımada. Birinciyə nə verib? B-ni verib. Gəlin görək B-də nə yazılıb? Bizdə saniyə. Deməli, B-də tektonik proseslər nəticəsində aid olduğu materikdən uzaqlaşır. Və yarımadalara baxırıq. Piriney, Çukot. Piriney ilə Çukot aid olduğu materiklərdən uzaqlaşmır. Deməli, nə 4 deyil, nə 5 deyil. Keçirək digər yarımadalara. Baxaq görək. Kiçik Asiya, Hindistan, Somali. Piriney ilə Çukot bildik ki, uzaqlaşmır. Kiçik Asiyada uzaqlaşmır, Hindistan da uzaqlaşmır. Tektonik hərəkətlər nəticəsində aid olduğu materikdən uzaqlaşan yarımada Somalidir. Deməli, birinci yerdə duracaq Somali yarımadası. Vəssalam, birinci tərəfimiz hazırdır. İndi, ikinciyə nə verib? C ilə D-ni verib. Əvvəlcə görək C, D-də nə ifadə yazılır? Və o ifadə, bu 5 dənə yarımada idi, biri getdi. Artıq da qaldı 4 dənə. 4 dənə yarımadadan hansına uyğun gələcək? Baxaq. C ilə D-yə baxaq. C, D-də nə deyir? İki okean sahilində yerləşir. Mezozoy qırışıqlıq vilayətində yerləşir. Piriney deyil. Piriney bir okeana düşür. Sonra digərlərinə baxaq. Hansılar var? Kiçik Asiyada deyil, Hindistanda deyil. Nə qaldı? Baxın, görürsünüz, sadə formada həll etmiş olduq. Deməli, qaldı bir dənə Çukot. Deməli, Çukot yarımadası iki okean sahilində yerləşir. Həm şimal buzlu, həm sakit okean, həmçində Mezozoy qırışıq vilayətində yerləşir. Deməli, ikinci yerdə duracaq 5. Vəssalam, sualımızın cavabı hazırdır. Ortaq xüsusiyyətdə A-na Y-ni verib, görək A-na Y-də nə verir? Keçid iqlim qurşağında yerləşir. Həm Somali, həm Çukot. İkisi də keçid iqlim qurşağına düşür və ərazidə materikin ucqar nöqtəsi Somalidə Afrikanın ucqar şərqi yerləşir. Çukotda da Avrasiyanın ucqar şərqi yerləşir. Deməli, 1-ə 3, 2-yə 5
uyğun gələn 1-ə 3, 2-yə 5. Doğru cavabımız D variantıdır. Uyğunluq. Deməli, xalqlar verilib, məskunlaşdıqları ərazilər. Qaraçaylar, Qaraçay, Çərkəzdən Kabarda-Balkar. Bilirik ki, bunlar Şimali Qafqazda yerləşir. Deməli, C uyğun gəldi 1-ə. Çuvaşlardır, Tatarlardır, Başqırtlardır. Bunlar Ural-Volqa boyu ərazisində yerləşir. Deməli, Çuvaşlar B uyğun gəldi Çuvaşlara. Sonra Xakaslar da Sibirdə, Altaylardır, Xakaslardır, Tıvalardır, Yakutlardır. Bunlar da Sibir bölgəsində məskunlaşıblar. Deməli, Taymırlar heç də bura aid deyil. Taymırlar. Deməli, oldu C, B, A. 1-ə C, 2-yə B, 3-ə A. C, B, A. Doğru cavabımız C variantı. 44. Yanacaq növlərinin istilik vermə qabiliyyətinin azalma sırasını müəyyən edin. Deməli, neftin istilik əmsalı 1.5-dir. Yanar şistə 0.3-dür. Torf 0.5-dir. Daş kömür 1-dir. Təbii qazda 1.4-dür. İstilik vermə qabiliyyətinin azalmasına görə ən çox əmsal hansındadır? Neftdədir. Deməli, istilik vermə qabiliyyəti ən çox olan neftdir. Birinci gələcək 3, sonra gələcək 1, yəni təbii qaz, sonra gələcək daş kömür, sonra gələcək torf, üzr istəyirəm, torf neçədədir? 5-də, sonra da 2, yanar şist. 3, 1, 4, 5, 2, 3, 1, 4, 5, 2, doğru cavabımız B variantı. 45. Uyğunluğu müəyyən edin. Neogen, Yura və Paleogen çöküntüləri verilib. Neogen çöküntüləri bilir ki, Ceyran çöl orada müəyyən qədər də Qobustan-Abşeron zonasında var. Deməli, 1-ə uyğun gələcək A. Sonra Yura çöküntüləri bilir ki, Baş Qafqaza düşür. C uyğun gəldi 2-yə. Buna diqqət edək. Paleogen çöküntüləri isə D və Y-dir. Deməli, D, Y. A, C, D, Y. A, C, D, Y. Doğru cavabımız Y variantı. 46. Yanlış bəndi müəyyən edin. Deməli, faydalı qazıntılar, filiz və qeyri-filiz. Baxaq görək, bunların yerində hansı doğru deyil. 1-ə nə verib? Apatit. Apatit bilir ki, qeyri-filizdir. Yəni, birinci ifadə doğru yerində göstərilir. 2-yə nəyə verib? Mərmər. Bilir ki, mərmər də, deməli, A da gedir, C də. Mərmər də qeyri-filizdir. Getdi. Sonra 3 qeyri-filizin yerində olmalıdır. Amma üstdə filiz olan qalay verir. Deməli, yanlış olan budur. 4 mis filiz sütununda yerləşir. Doğru verilib. 5 dəmir, o da filizə aiddir. Doğru verilib. Deməli, cavabımız B variantıdır. Sonra 47. Rəqəmlərlə verilən məntəqələrə aid ümumi əlamətlər. Deməli, İvniyə körfəzi sahili, Şərqi Asiya, bir də Alyaska körfəzi sahilləri verilib. Baxaq görək. Meşə landşaftı hamısında rütubətli ərazidir. Təbii ki, meşə landşaftı yayılıb, doğrudur. Tavalanın sərhəddə yerləşirlər, səhvdir. Rütubətli iqlim hakimdir, doğrudur. Düz radiasiya, xeyr, buludlu ərazidirsə səpələnən radiasiyadır. İsti cəryanların təsirinə məruz qalırlar, doğrudur. 1, 3, 5, doğru cavabımız D variantı. Sonra 48 məsələdir. Urbanizasiya səviyyəsi 60%, ümumi əhalinin sayı 12 milyon nəfər. İllik təbii artımı 60 min nəfərdir. Kənd əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 5 nəfər olarsa, şəhər əhalisinin təbii artımını müəyyən edin. Deməli, ümumi əhalimiz verilib bizə. Ümumi neçə milyondur? 12 milyondur. Bilirik ki, əhali, kənd və şəhər olaraq qruplaşır. Şəhər əhalisi olaraq qruplaşır. 60%. Bu ümumi əhalimiz həmişə neçə faizdir? 100%. Bunun 60% şəhərdə yaşayırsa, deməli 40% harada yaşayacaq? Kənddə yaşayacaq. Deməli, tapsaq 12 milyonun 60%-i 7,2 milyon şəhər əhalisi eləyir. Deməli, 4,8 milyon da kənd əhalisi eləyir. İndi nə deyir? Kənd əhalisi arasında hər 1000 nəfərə düşən təbii artım 5 nəfərdir. Deməli,
Gəlin kənd əhalisinin mütləq təbii artımını tapaq. 1000 nəfərə 5 nəfər artırsa 4,8 milyona nə qədər artar? Milyona x. Buradan x bərabərdir 4,8 milyon vuraq 5 bölünsün 1000-ə. Buradan 1000 milyonla ixtisar gedəndə yuxarıda 3 sıfır qalır. Bərabər olur. Deməli 4800 vuraq 5. Sıfırın biri də vergüllə gedir. Bu da nə qədər eləyər? 2 sıfır yazaq. 44 yadda 24. Deməli 24.000 kənd əhalisinin mütləq artımıdır. Bizdən nə soruşur? Şəhər əhalisinin təbii artımını müəyyən edir. Ümumi artımımız da 60.000-dir. Bu ümumi şəhər və kənd əhalisi birlikdə 60.000 artım var. Bunun 24.000-i kənd əhalisinin payına düşürsə, yerdə nə qədər qalır? 60.000-dən çıxarıq 24.000-i. Yəni 36.000-i də şəhər əhalisinin payına düşər. Doğru cavabımız A variantı. 49. Doğru sıraları müəyyən edin. Torpaq, yayıldığı ərazi, yayıldığı iqlim yarımtipi və inkişaf etmiş kənd təsərrüfatı sahəsi. Boz torpaq mil düzündə var. Qışı mülayim keçən yarımsəhra quru çöl, pambıqçılıq doğrudur. Birinci sıra doğrudur. İkinciyə baxırıq. Açıq şabaldı ceyrançol acınohor verilib səhvdir. Birinci ki, ceyrançol acınohorda tünc şabaldıdır. Davamına baxmırıq. Qonur dağ meşə Qarabağ silsiləsi. Qışı quraq keçən mülayim iqlim var. Dəmiyə əkinçiliyi doğrudur. 3 doğru. Dağ çəmən Zəngəzur silsiləsi. Yay quraq keçən mülayim iqlim. Xeyr, orada yay quraq keçən soyuq iqlimdir. Sarı Lənkəran ovalığı doğru. Yay quraq keçən mülayim iqlim. Faraş tərəvəzçilik doğrudur. 1, 3, 5. Doğru cavabımız B variantı. Bozqonur Murovdağda yoxdur. Səhvdir. Deməli, doğru cavab B. 50. Qazax Tovuz, Şərqi Zəngəzur və Quba Xaçmaz iqtisadi rayonlarını birləşdirən ümumi əlamətlər. Baxaq. Zəngin filiz ehtiyatlarına malikdir. Bu Qazax Tovuzda var, Şərqi Zəngəzurda da var, amma Quba Xaçmazda yoxdur. Deməli A deyil. Qış otlaqları geniş yayılmışdır. Qazax Tovuzda götürə bilərik. Şərqi Zəngəzur, Ceyrançöl tərəfi götürmək olar. Şərqi Zəngəzurda demək olar azdır. Quba Xaçmazda da. Yəni geniş yayılmayıb da. Bu da səhvdir. Rusiya ilə sərhəd mövqeyi malikdirlər. Səhvdir. Şərqi Zəngəzur, Qazax Tovuz düşmür. Eyni fiziki coğrafi vilayətdə yerləşirlər. Səhvdir. İki tektonik zonada yerləşir. Qazax Tovuz Kiçik Qafqaz qalxmasından Kür çökəkliyinə düşür. Şərqi Zəngəzur Kiçik Qafqaz qalxmasından Kür çökməsinə düşür. Quba Xaçmaz Böyük Qafqaz qalxmasından Ön Qafqaz çökməsinə düşür. Doğru cavabımız E variantı. 51. Şəkər çuğunduru bitkiçiliyinə aid olan xüsusiyyətlər. Əsasən şimal mülayim və subtropik iqlim qurşağında əkilir, doğrudur. Əkin sahələri tropik iqlim qurşağında daha çoxdur, səhvdir. Şəkər qamışı ilə eyni iqlim şəraitində yerləşir, xeyr. Şəkər çuğunduru mülayim və subtropikə düşür. Şəkər qamışı isə rütubətli tropik və subekvatoriala düşür, yadda saxlayırıq. Milmuğan iqtisadi rayonunda əkilir. Bəli, Azərbaycanda Milmuğanda əkilir. Şəkər istehsalında payı şəkər qamışından daha azdır, bəli. Dünya üzrə şəkər istehsalının 60%-dən çoxu şəkər qamışının payına düşür. Şəkər çuğunduru əsasən yerli istehlak üçün daha çox istifadə edilir. Yəni dünya ticarətində payı zəifdir. Cənubi Amerika ölkələrinin ən böyük ixracatçısıdır, səhvdir. Deməli 1, 4, 5 doğru cavabımız Y variantı. 52. 180 dərəcə meridian üzərində olan məntəqələrdən A məntəqəsi 37 cənub enliyində, B məntəqəsi 43 şimal enliyində yerləşir. Baş miqyası 200 sm, 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 sm-dirsə təhrifi hesablayın. Deməli, 180 dərəcəlik meridian üzrə yerləşirlər bu. Üzr istəyirəm. Bu olsun 180 dərəcə meridian. Bu olsun ekvator xətti. Biri 43 şimalda yerləşir. Biri 37 cənubda yerləşir. Deməli, A 37 cənuba düşür. Bu olsun A, bu da olsun B. Tamam. Baxaq. Əvvəlcə bunları meridian üzrə hesablasaq, 43 ilə 37 arasında nə qədər dərəcə fərqi var? 80 dərəcə. Vurdum 111-ə. Elədi nə qədər? 8880. Deməli, həqiqi məsafəmiz budur. 8880. Yəni, ən doğru olanı budur. Bilir ki, meridian üzrə və ya da paralel üzrə hesablanan məsafələr dəqiq olan məsafələrdir. İndi gəlin bu məntəqə arasındakı məsafəni miqyasa, yəni miqyasa və xəritədəki məsafəyə görə hesablayaq. Yəni, həqiqi məsafə bərabərdir. Birbaşa yazdım. 45 vurulsun 200. O da nə qədər eləyir?
9000 kilometr edir. Bu isə təhrif olunmuş məsafədir. Biri 8880-dir, biri 9000. 9000 təbii ki, təhrif olunur. Nə qədər təhrif var arada? Baxaq görək, 9000 çıxar 8880, o da eləyəcək nə qədər? 120 kilometr. Doğru cavabımız A variantı. 53. Gündüzün uzunluğunun il ərzində dəyişməsini əks etdirən qrafikin aid olduğu məntəqə üçün doğrudur. Hansısa bir X məntəqəsidir bu. Bu X məntəqəsində 21 mart tarixində 12 saat gündüzdür. 22 iyun tarixində baxın 18 saat gündüzdür. İyunun 22-sində 18 saat gündüz olan məntəqə təbii ki, hansı yarımkürədə yerləşəcək? Şimal yarımkürəsində yerləşəcək. Deməli, bu X məntəqəsi şimal yarımkürəsindədir. 23 sentyabrda yenə 12 saatdır. Dekabrda isə cəmi 6 saat gündüzü var. Baxaq. Cənub yarımkürəsində yerləşir səhvdir. Qütb gündüzü müşahidə olunur səhvdir. Desəz niyə səhvdir? Çünki qütb gündüzünün olması üçün iyunun 22-sində bu məntəqədə gündüzümüzün uzunluğu 24 saat olmalı idi. Bu 24 saatdan aşağıdırsa, 66.5-dən aşağı, 23.5-dən yuxarı. Yəni şimal mülayim işıqlama qurşağında yerləşən bir ərazidir. Mülayim işıqlama qurşağında yerləşir, düzdür? Günəş il ərzində 2 dəfə zenit vəziyyəti, günəşin il ərzində 2 dəfə zenit vəziyyəti müşahidə olunur, səhvdir. Təbii ki, mülayim işıqlama qurşağında zenit yoxdur. Günorta vaxtı kölgə il boyu şimala yönəlir. Bəli, şimal mülayim işıqlama qurşağında yerləşən ərazilərdə belə götürsək 23.5, 23.5, bu da 66.5. X məntəqəsi buradadır. Günəş il boyu bu paralellər arasında zenitdə olduğuna görə günorta vaxtı il boyu günəş burada da olsa kölgə şimaladır. Günəş burada da olsa, burada da olsa fərqi yoxdur. Hər zaman ona günəş cənubdan düşdüyünə görə bunun kölgəsi hər zaman günorta vaxtı hara yönəlir? Şimala yönəlir. 5 doğrudur. Məntəqə 40 şimal enliyində yerləşmir. Bəli. 40 dərəcə şimal enliyində yerləşən Bakı şəhərində 22 iyunda gündüzün uzunluğu 13 saatdan çoxdur da. Yəni 13-14 saat arası. 14 saat 7 dəqiqədir, nədir? Təxminən belə olmalıdır. Yəni 40-da yerləşsəydi burada 18 saat gündüz olmazdı. Deməli bu 40 dərəcə şimal enliyindən yuxarıda, amma 66-dan aşağıda. Təqribən 60 dərəcəlik, 55 dərəcəlik paralel boy əraziyə uyğun gəlir. Deməli doğru cavabımız 3, 5, 6. Hə, artıq açıq suallardır, bəli. Deməli doğru cavabımız 3, 5, 6. Qeyd edək. 3, 5 və 6. Keçək növbəti suala. 54. Qrinviç meridianı ilə kəsişən Avropa ölkələrinə aid olan ümumi xüsusiyyətlər. Qrinviç meridianı ilə kəsişən Avropa ölkələri Böyük Britaniya, Fransa və İspaniyadır. Bunlara aid olan ümumi məlumat. Ərazilərində Alp qırışıqlığına aid dağlar yerləşir. Deməli, Britaniyada yerləşmir, götürmürük. Əhalinin əksər hissəsi Hind-Avropa dili ailəsinə mənsubdur, doğrudur. İqtisadi cəhətdən fəal əhalinin çoxu iqtisadiyyatın üstün sektorunda çalışır, doğrudur. Podzol torpaqlar, xeyr. Podzol torpaqlar bilir ki, tayqa meşələrindədir, burada da yoxdur. Kənd təsərrüfatından suvarma əkinçisi üstünlüyü təşkil edir, səhvdir. Okean sahili mövqeyə malikdirlər, doğrudur. Üçü də okean sahili mövqeyə malikdir. 2, 3 və 6 doğru cavabımızdır. Sonra keçirik neçəyə? 54-ə baxdıq, hə, 55-ə baxırıq. Deməli, Azərbaycanda 90-cı ildə üzüm yığımı 1.200.000 ton idi. 2010-cu ildə isə 72.000 ton olmuşdur. Bu müddət ərzində məhsul yığımının orta illik azalma faizini hesablayın. 90-cı ildə yığım olub 1.200.000 ton. 1.200.000 ton. Bu zaman bunu 100% kimi götürürük. Sonra azalıb olub 72.000 ton. 72.000. Bu zaman neçə faiz olur? X. Buradan X-i tapsaq eləyəcək 6%. 6%. Fikir verin. 1990-da 100% olub. Ay, hara getdi bu? Bir dəqiqə üzrlü sayın. Hə. 2010-cu ildə isə cəmi neçə faizə düşüb? 6%-ə düşüb. Hə. Deyir ki, yığımın orta illikdir. Deməli, azalma neçə faiz olub? 94% azalıb. Azalıb. 90 ilə 2010-un arasında nə qədər? 20 il. 20 ilə 94% azalıb. Bizdən nə soruşur? Orta illik azalma faizini. Ona görə də bu 94-ü böləcək nəyə? 20-yə. 20-yə böləndə
Nə qədər düşər? 4 dəfə 4,7 eləyir səhv etmirəmsə. Bu kənarda bölək hər ehtimala. 20-yə bölsək 4 dəfə 8, 4, 7. Bəli. Hə, deməli 4,7. Deməli sualımızın doğru cavabı 4,7%-dir. 56. Qışı quraq keçən mülayim isti iqlim yarımtipi üçün xarakterik olan əlamətlər. Lənkəran ovalığı və Böyük Qafqazın cənub-şərq yamacları üçün xarakterikdir. Burada Böyük Qafqazın cənub-şərq yamacında var, amma Lənkəran ovalığında yoxdur. Biri götürmürük. Əsasən dəmiyyət ikinci üçün əlverişlidir. Qış quraq keçdiyinə görə yağıntılar yaz-yay aylarında, payız aylarında düşür. Yəni ilin bitkilərin suya tələbatlı olduğu dövrdə rütubət kifayət qədər var. Yəni əsasən dəmiyyət ikinciliyi üçün əlverişlidir. Doğrudur. İkini doğru götürəcəyik. Qanıq əyri çay çökəkliyi və Kiçik Qafqaz dağlarının alçaq hissəsi üçün xarakterikdir. Doğrudur. Yaylığı ərazilərdə suvarma əkinçiliyi üstünlük təşkil edir. Əgər dəmiyyət əkinçiliyi üçün əlverişlidirsə, yaylığı ərazilərdə suvarma əkinçiliyi 5 zaten səhvdir. Sitrus çaydır. Bunlar rütubətli subtropik üçün səciyyəvidir. Yaylığı ərazilərdə suvarma əkinçiliyi üstünlük təşkil edir. Əgər dəmiyyət əkinçiliyi üçün əlverişlidirsə, o ərazilərdə suvarma əkinçiliyi üstünlük təşkil edir. Deməli 2 ilə 3-ü doğru cavab kimi götürmək olar. Çünki dəmiyyət əkinçiliyi üçün əlverişlidir və yaylığı ərazilərdə suvarma əkinçiliyi. Suvarma əkinçiliyi də bilir ki, quraq ərazilər üçün səciyyəvidir. Doğru cavab 2 və 3. 57. Uyğunluğu müəyyən edin. Qonaqkənd, Ceyrançöl, Acınahor, Lənkəran fiziki coğrafi rayonları verilir. Baxaq. Sarı torpaqlar yayılmış olsa da suvarmaya ehtiyac var. Bu Lənkərana aiddir. Sonra Kür çayının sol sahilində yerləşən Ceyrançöl, Acınahordur. Deyə gəldi bura. Çaylarının qidalanmasında qar və buzlaq suları böyükdür. Bu gəldi Qonaqkəndə. Sonra ərazisində əsasən yarımsəhra quru-çöl iqlimi yayılmışdır. Bu Ceyrançöl, Acınahordur. Yay otlaqları və arıçılıq imkanları böyükdür. Bu Qonaqkənddir. Deməli, C, Y, B, D və A. Keçdik situasiya tapşırığına. Baxaq. Deyir ki, tədqiqat gəmisi okeanda cənub tropik xətti boyunca şərq istiqamətində hərəkət etdi. Gəminin hərəkətə başladığı məntəqə, ona ən yaxın materikdə olan A limanından şərqdə 155 dərəcə şərq uzunluğunda yerləşir. Yəni, bizə saniyə, bu cənub tropik xətti olsun. 23.5. Bu Greenwich 155 dərəcə şərq. Deməli, gəminin hərəkətə başladığı məntəqə buradır. Və bu, həmən bu məntəqə, gəminin hərəkətə başladığı məntəqə, yəni bax bu məntəqə, ona ən yaxın materikdə olan A limanından şərqdə. Burada da hansısa bir materik var. Burada A limanı var. Bu A limanından deyir şərqdə yerləşir. Təbii ki, 155 dərəcə şərq uzunluğuna ən yaxın materik hansı olacaq? Avstraliya materik olacaq. Sonra nə deyir? Deyir ki, gəminin çatacağı məntəqə isə ona ən yaxın materikdə olan B limanından qərbdə 75 qərb uzunluğunda yerləşir. 75 dərəcə qərb uzunluğunda. Deməli, şərq istiqamətində gəmi hərəkət edir. Yer kürə şəklində də fırlanır, gəlir, bax bura çatır. Bu liman 75 dərəcə qərb uzunluğunda yerləşən liman. A limanının yerləşdiyi materik, bir dəqiqə. Gəminin çatacağı məntəqə isə ona ən yaxın materikdə olan B limanından qərbdə 75 qərb uzunluğunda yerləşir. Burada da bir materik var. Hansı materikdir? Cənubi Amerika materikidir. Daha doğrusu bu ərazi. Cənubi Amerika materikində olan limandan qərbdə yerləşir. Bax bura. Yəni söhbət Cənubi Amerika ilə Avstraliyadan gedir. Nə deyir? A limanının yerləşdiyi materikin ən hündür dağ sistemi Paleozoy. Yəni Avstraliya Paleozoyda Kaledon Hersin qırışıqlarına aiddir. B limanının yerləşdiyi materikin ən hündür dağ sistemi, yəni Ant dağları isə Kainizoy yaşlıdır. A limanının yerləşdiyi ölkə Avstraliya. Yüngül əlvan metal, yəni boksit, alüminium xammalı olan boksit. B limanının yerləşdiyi ölkə isə, yəni Çilidə yerləşir B liman. Ağır əlvan metal xammalı hasilatına görə dünyada fərqlənir. Çildə nəyinə görə fərqlənir? Misə görə. Mis də ağır əlvan metaldır. Aha, burada da Çilidən gedir söhbət. Mis. Aha. A və B limanlarının yerləşdiyi ölkələrin əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Avstraliyada Hind-Avropanın German dil qrupudur. Çilidə isə Roman dil qrupudur. Baxaq. Verilənlərə əsasən limanların yerləşdiyi materikləri və gəminin hərəkət etdiyi okeanın adını, məntəqələr arasında yerli vaxt fərqini müəyyən edib cədvəldə yazın.
A və B limanlarının yerləşdiyi materik. Yazdıq. Birinci oldu nə? Avstraliya. O birisi isə hara oldu? Cənubi Amerika. Aha. Sonra, gəminin hərəkətə başladığı və çatdığı məntəqə arasında yerli vaxt fərqi. Deməli, hardan başlayıb? 155-75. 150-0. 155 75 75. Bunlar arasında yerli vaxt fərqi 155 üstəlik 75 dərəcə bərabər olur nə? 13 230 dərəcə. 230 dərəcəni də zamana çevirsək, 230 dərəcəni bölsək 15-ə, bir dəfə 15 8 15 5 qalır. 75 5 qalır. Bunu da vursaq 4-ə eləyir 15 saat 20 dəqiqə. Deməli, bunlar arasında yerli vaxt fərqi nə qədər oldu? 15 saat 20 dəqiqə oldu. Yazdıq. Keçdik. Verilənlərə əsasən A və B limanlarına aid olan başqa nə var burada? Başladığı və çatdığı məntəqə arasında yerli vaxt fərqini hesablayıb yazın. Yazdıq. Verilənlərə əsasən A və B limanlarına aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Baxaq görək nə verib. Burada cavablar verilmişdi, mən özüm qaraladım. A və B limanları gəminin hərəkət etdiyi okeanın hansı sahilində yerləşir? Bizə dəqiqə. Burada okeanın da adı istidir. Hərəkət etdiyi okean. Burada hərəkət etdiyi okean da təbii ki, sakit okeandır. Bunu qeyd eləməyi unutduq. Deməli, Cənubi Amerikada, Avstraliyadan şərq istiqamətinə gedir, fırlanır, sakit okean boyu gəlir. Sonra, A və B limanları gəminin hərəkət etdiyi okeanın hansı sahilində yerləşir? Bura sakit okeandır. Burada Avstraliya yerləşirsə, A limanı sakit okeanın harasına düşür? Qərbinə düşür. Burada da Cənubi Amerikadırsa, bu da deməli A limanı qərbinə düşür. A qərbə düşür. B isə hara düşür? Şərqə düşür. Sakit okeanın qərbində Avstraliyadır, şərqində isə Cənubi Amerikadır. Sonra A və B limanlarının yerləşdiyi materikin ərazisində mövcud olan dağ sistemləri. Deməli, A-da böyük su ayırıcı, B-də isə Ant dağlarıdır. Bu aydın məsələdir. A və B limanlarının yerləşdiyi hissədə materikin sahilindən keçən okean cəryanı və onun iqlimə təsiri. A limanında Şərqi Avstraliya isti cəryan təsiri necə iqlim şəraiti yaradır? Rütubətli. B limanında isə Peru cəryanıdır. Bu isə necə iqlim şəraiti yaradır? Quru iqlim şəraiti yaradır. Tamam, qeyd elədik. A və B limanının yerləşdiyi ölkələrə və onların əhalisinə aid olan əlamətlər. A və B limanlarının müvafiq olaraq yerləşdiyi ölkə. Deməli, A oldu Avstraliya, B oldu Çili. Sonra, onun inkişaf səviyyəsi. Avstraliya inkişaf etmiş ölkədir. Çili isə inkişaf etməkdə olan ölkədir. A və B limanlarının yerləşdiyi ölkələrin dünyada ən böyük hasilat rayına malik olduğu faydalı qazıntı. A-da oldu boksit. Sonra burada daş kömür var. Daş kömür. Sonra qızıl var Avstraliyada. Qızıl. B-də nədir? Hər birinə ən azı bir nümunə. B limanı Çilidir. Çilidə də nədir? Misdir. Mis həmçinin də şoranı da qeyd edə bilərik. Şora. A və B limanlarının yerləşdiyi ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupu. A ölkəsi Hind-Avropa dil ailəsinin German dil qrupudur. Öncə də qeyd etdim. B ölkəsi isə Çili Roman dil qrupudur. Hind-Avropa dil ailəsinin Roman dil qrupudur. Deməli, bu da oldu bizim situasiya suallarımızın izahı. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək sağ olun.